Hamıya salam. Bugün rus dilində cinslər dərsinə başlayırıq. Demək bildiyimiz kimi rus dilində 3 cinsimiz var. Birinci cinsimiz mужской rod. İkinci средний rod. Üçüncü isə женский rod. Demək, hər cinsimizin şəxs əvəzlikləri vardır. Misal üçün, mужской rodda on, yəni o, mой, mənim. Bunlar kişi cinsinindir. Orta cins, среднийdə оно, o, orta cins, moё, mənim, yenə orta cins. Женский род она, o qadın cinsi, моя, mənim, qadın cinsi. Başlayırıq birinci cinsimizdən. Мужской род. Мужской род. Mужской rodda adətən sözlərimiz samitlərlə bitir. Yəni samitlə bitən sözlərimiz kişi cinsinə aiddir. Daha sonra istisnalar, yəni исключениялар. İstisna a və ya ilə bitən bəzi sözlər var, hansı ki onlar da kişi cinsinə aiddir. Yenə bir istisna. Bu da mehki znakdır. Yəni mehki znakla isə sözdür, bu aid kişi cinsinə. Misal, samitlə bitən bir söz yazıram. Kompüter. Kompüter. Burada olacaq mой kompüter. Mənim kompüterim. İli же telefon. Telefon. Samitlə bitir. Bu erlə bitti, samitdir. Bu da enlə bitir. Bu da samitdir. Ona görə moy işlədirik. Moy, yəni mənim. Mənim telefonum. Daha sonra nə yaza bilərik? Televizor. Yenə erlə bitir. Yəni ki, samitdir. Moy televizor olacaq. İkinciyə keçirik. A və ya ilə bitən sözlər. Bura aiddir nələr? Papa, дядя, дедушка, юноша и так далее. Papa, mой papa deyirik. Моя papa demirik. Olsun ki sonu a-la bitir. Demişik axı istisnalar var. Yəni bu da o istisna sözlərdəndir, hansı ki kişi cinsinə aid olur. Mой дядя, моя дядя demirik. Mой дядя. Дедушка, mой дедушка. Bu da belə. Gəlirik üçüncüyə. Mehki znak. Bəzi sözlərimiz var, hansı ki bunlar da mehki znakla bitməyinə baxmayaraq kişi cinsinə aiddir. Bunlar niyə istisna deyilir? Çünki a və ya və mehki znak adətən qadın cinsinə aiddir. Ona görə bunlar kişi cinsində istisnalar olaraq qeyd olunur. Deyirəm день. Моя день demirəm ki, mой день deyirəm. Çünki bu istisna sözdür. Yazılışda da yazıram mənim günüm, mой день. Daha sonra burada yazıram гость, qonaq. Sonra дождь. Mой гость, mой дождь. Yəni ki, mehki znakla da bitsələr, bunlar istisnalardır. Tək bunlarla bitmir. Bunun davamı da var. Kişi cinsi bu qədər. Kişi cinsi bitdi. Keçirik indi orta cinsimizə. Средний rod. O
orta cinsə aiddir nələr? Dəqiqə. Deməli, o və y ilə bitən sözlər və bəzi istisna sözlər vardır, hansı ki, mə ilə bitir, amma orta cinsə aiddirlər. Keçək nümunələrə. Aha, birinci. O və y. Deyirəm, moре. Aha, море. Mayo yenə bitir. Deyirəm, mayo море. Daha sonra окно. Onunla bitir. Mayo окно. Deyirəm, mayo окно. Daha sonra дерево. Ağac. Onunla bitir. Orta cinsə aiddir. Daha sonra gəlirəm mə ilə bitən sözlərə. Bura aiddir время. Ya ilə bitir. Orta cinsə aiddir. İmə. Mayo imə. Deyirəm, mənim adım. Mayo imə. Daha sonra plamя. Стремя и так далее və başqaları və s. Sözlər orta cinsə aiddirlər. Keçirik axırıncı cinsimizə. Женский род. Başlayırıq üçüncü cinsimizə. Qadın cinsi necə aiddir? A və ya ilə bitən sözlər və miyahki ilə bitən, miyahki znakla bitən sözlər. Misal. A və ya ilə bitən sözlər. Комната. Моя комната. A ilə bitir. Qadın cinsinə aiddir. Demişdik, şəxs əvəzliyi ana və моя. Ona görə deyirik, моя комната. Mənim otağım. Daha sonra mama. Моя mama. Ya da ki, ana mama. Deyirəm, misal üçün, моя mama, mənim anam. Və yaxud ana mama. O anadır deməkdir. Sonra машина. Моя машина. Mənim maşınım. Bu belə. İkinci gəlir məhki znak. Burada sözlərimiz misal üçün ночь. Моя ночь. Ən çox qarışdırılan söz tетрадь. Bu qadın cinsinə aiddir. Моя тетрадь deyirik. Mой тетрадь demirik. Любовь. Любовь. Моя любовь. Bu da qadın cinsinə aiddir. Və yaxud жизнь aiddir qadın cinsinə. Моя жизнь kimi düzgün variantda işlətmək olar.